Ramazan, təbii ki, bu sualı kimə versən, deyəcək ki, bir aydır. Amma əslində Ramazan sıradan bir təqvim ayı deyil. Ramazan heç orucluq da ay deyil. Sadəcə bir dini ayinin icrası üçün nəzərdə tutulmuş müəyyən bir müddət də deyil. Ramazan əslində zaman da deyil. Ramazana bu cür baxmayaq. Ramazanın həqiqəti tamam başqadır. Ramazan böyük bir həqiqətdir ki, onu tanımaq üçün, onu dərk etmək üçün insan çalışmalıdır. Bir dua oxuyacağım sizə, dua İmam Səccad əleyhissalamdandır. Ramazan ayı barəsində deyir ki, Allahümmə əlhimna ma'rifətə fəzlih və iclalə hürmətih. İlahi, kömək elə mənə bu ayı tanıya bilim və onun hörmətini saxlaya bilim. Deməli, Ramazan sadəcə sıradan bir ay deyil, zaman deyil. Orucluq ayda deyil. İndi kimə sual versən, Ramazan necə bir aydır, deyəcək, orucluq ayı. Bəli, oruc bir dini ayin kimi, ibadət növü kimi bu ayda yerinə yetirilir. Amma sırf bunun üçün də nəzərdə tutulmuyub. Məsələn, Peyğəmbərimiz bu aya salam verir. Bu sadəcə bir zaman olsaydı, Peyğəmbər salamının mənası olmazdı ki. Deyir, Əssalamu aleykə ya şəhrəllahil əkbər. Salam olsun sənə, ey Allahın böyük ayı. Əssalamu aleykə ya idə əvliyaihi. Salam olsun sənə, ey Allah dostlarının bayramı. Salam olsun sənə, ey xeyirli yoldaş. Ramazana xitabən Peyğəmbərimiz bax bu cür salam verir. Necə məsələn Qədr gecəsi? Qədr gecəsi əslində gecə deyil ki. Gecə olsa o qədər gecələr var ki. Düzdür ya yox? Amma Peyğəmbərə Qədr gecəsi haqqında Allah Teala nə buyurur? Buyurur, və ma ədrakə ma leylətul qədr. Sən nə bilirsən Qədr gecəsi nədir? Deməli, Qədr gecəsi sadəcə bir gecə deyil, bir həqiqətdir ki, onu başa düşməyimiz lazımdır. Yoxsa gecə olsa Peyğəmbərə Allah niyə desin ki, və ma ədrakə ma leylətul qədr? Sən nə bilirsən Qədr gecəsi nədir? Düzdür ya yox? Qədr gecəsi zaman olsaydı, sadəcə gecə olsaydı, onu başa düşməyə nə vardı ki? Deməli, Ramazan ayı Allahın böyük bir həqiqətidir, sıradan bir təqvim ayı deyil ki, həm bu cür salamlar verirlər, həm dualar eləyirlər ki, ilahi, bizə kömək ol, onun fəzlini tanıya bilək. Bir neçə ibarələrlə, təmsil və təşbihlərlə çalışacağım ki, Ramazanın həqiqətini az da olsa müəyyən qədər başa düşməyə çalışaq. Hədislərdə, ayələrdə də bu ifadələr gəlib. Hədis və ayələrdən çıxan ifadələrdir. Baxın, Peyğəmbərimizin bir kəlamı var mübarək Ramazan ayı barəsində. Danışır, gəlir sözü yetirir bura ki, və huvə şəhrun du'itum fihi ila ziyafətillah. Bu bir aydır ki, bu ayda siz Allahın ziyafətinə dəvət olunmusunuz. Ramazan ayı, yəni Allahın ziyafət ayı. Ramazan ayı, yəni qonaqlıq. Allah qonaq çağırıb bizi. Allahın qonağı sayılırıq. Ramazan ayı Allahın qonaqlıq ayıdır. Bu cümlə sadəcə ariflərin, şairlərin, ədiblərin özlərindən çıxartdığı bir ədəbi cümlə deyil ki, Ramazan Allahın ziyafətidir. Bu, Peyğəmbərimizin söylədiyi bir kəlamdır ki, Ramazanın həqiqətindən az da olsa bizi tanış eləyir. Ki, Ramazan ayı, necə bir, elə bir Peyğəmbərə sual verirsən ki, ya Rasulallah, yaxşı Ramazan təkcə ay deyilsə, bir müddət zaman deyilsə, bəs nədir? Buyurur, Allahın qonaqlıq ayıdır. Bu Peyğəmbərin cümləsidir, kəlamıdır ki, istəyir bizə başa salsın. Bəzən böyük insanlar, Peyğəmbərlər, məsumlar təşbihlərdən istifadə ediblər, bənzətmələrdən istifadə ediblər. Bizə hansısa bir həqiqəti ki, bizim fövqümüzdədir, əl çatmazdır bizim üçün, idrakımızdan çox-çox yuxarıdır, onu biz başa düşdüyümüz şəkildə bizə neynirlər? İzah eləyirlər. Sual verirsən elə bir Peyğəmbəri ki, ya Rasulallah, bəyəm mən Allahın qonağı deyildim?
Ramazanda Allahın qonağı oluram? Yaxşı sual deyə, yox. Peyğəmbər buyurur, bəli, sən Allahın onsuz da hər zaman qonağısan. Kimin çörəyini yeyirik? Allahın çörəyi. Kimin suyunu içirik? Kimin havasını uduruq? Kimin günəşindən, kimin gecəsindən, kimin gündüzündən istifadə edirik? Hamısı Allahındır da. Yer üzündə nə var ki Allahın olmasın? Hər şey Allahındır. Və hər şeydə bizim üçün qərar verib, ixtiyarımızda buyurub istifadə edin. Onsuz da biz hər zaman Allahın ehsan süfrəsinin kənarında oturub Allahın süfrəsindən qidalanmışıq. Hətta biz yox, digər canlılar da. Digər canlılar da Allahın hər zaman süfrəsindən bəhrələniblər. Onlar da yeyirlər, onlar da içirlər, onlar da Allahın bu təbiətindən istifadə edirlər. Allah buyurur ki, insan, yox, bu sənin xüsusi qonaqlığındır. Ramazan sənin üçün nəzərdə tutulmuş xüsusi bir qonaqlıqdır. Sən hər zaman mənim qonağım idin, amma digər canlılarla şərik idin bu qonaqlıqda. Elə bir hamı mənim qonağımdır. Başqa heyvanatlar da mənim qonağımdır. Mənim ruzimlə yeyirlər, mənim süfrəmlə qidalanırlar. Sən də onlarla bir yerdə. Amma sən insansan axı. Sən ali, şərəfli insansan, varlıqsan, ona görə sənin qonaqlığın da ayrı olmalıdır. İndi ayrıl bunlardan, sənin üçün bir dənə qonaqlıq təşkil eləmişəm Ramazan adında. Gəl ol mənim qonağım. Görsən, bu ayda yiyib içmək yoxdur. Niyə görə yoxdur? Deyirək, yiyib içmək olsaydı, onda heyvandan nə fərq olardı? O da qonaq, sən də qonaq. Yox, sən insansan, səni mən ayırdım onların cərgəsindən. Sən oldun mənim xüsusi qonağım. Sən oldun heyvan sima, yox mələk sima. İndi mələyə oxşuyursan. Mələk o yana qalsın, mənə oxşuyursan. Məndə yemək içmək yoxdur, mələklərimdə. Mələkut aləmində ümumiyyətlə belə şeylər yoxdur. O təbiət aləmindədir. O vaxt Allah Teala Həzrəti Adəmi yaradanda nə buyurdu mələklərə? Buyurdu ki, yer üzündə bir insan yaradıram. Dedi, qan tökəcək, fəsad törədəcək. Mələk onu hardan bilirdi? O yer üzündə sözü ki var ya. Bir var göy üzü, göy. Bir var yer. O nə qədər əyrilik var, fəsad var, pozuntu var, filan var. Hamısı hardadır? Yer üzündədir. Ona görə mələklər başa düşdü ki, bu yer üzündə yaranıbsa, bu mütləq nə edəcək? Bu əyriliklərdən istifadə edəcək, qan tökəcək, fəsad törədəcək. Birdən Allah desəydi ki, öz yanımda yaradıram, mələk o sözü deməyəcəkdi. Çünki göylər aləmində hər şey alidir, ülvidir, təmizdir, paçdır. Bəli, mən səni ayırdım, bəndəm, elədim özümün xüsusi qonağım. Sən bu ayda mənim qonağımsan.